Azərbaycan döyüşçüləri Bəhram Rəcəbzadə və Tofiq Musayev aprel ayında çox vacib bir döyüş keçirəcəklər. Tofiq Musayev aprelin 5-i Las Vegas'ta UFC turnirində Braziliyalı Samuel Sanchez ilə qarşılaşacaq. Sonuncu dəfə Tofiq Musayev UFC turnirində Bakıda məğlub olmuşdu. Bu dəfə inşallah ümid edək ki, Tofiq rəqibinə əməli başlı dərs keçməyə hazırdır. Bəhram isə sonuncu dəfə qələbə qazanandan sonra tribunalara necəsə qışqırdı ki, Bəhram comeback. Glory turnirlərinin təşkilatçıları başa düşdülər ki, Bəhram hökmən kəmər uğrunda bir döyüş verilməlidir. Necə deyirlər, fikirləşdirir və təşkil elədilər. Aprelin 25-i Niderlandda Rotterdam şəhərində məşhur Donovan Wisse ilə görüş olacaq. Donovan Wisse Surinamlı döyüşçüdür, Niderlandda yaşayıb məşq eləyir və orta çəkidə necə deyirlər kəmərin sahibidir. Bəhramın hər şey əlindədir. Qalib gəl və necə deyirlər kəmərə sahib ol. Həmçində onu qeyd edək ki, Wisse bir dəfə uduzub. Bir dəfə uduzubsa, Bəhram ona kömək eləyər ki, ikinci dəfə uduzsun.